kodlaşdırma və süni intelleklərdə sizə müəyyən məlumatlar verəcəyik. Mənim adım Nərgiz Kərimli, Adana Universitetində kompüter bilimləri təhsil alıram. Mən Əli Şendir, mən kompüter mühendisiyim. Herkese sabah xeyir, mən Muhammed Xeydarov, IT ixtisasındayım. Mənim adım Paul Eyləndir, mən IT ixtisasındayım. Adana Universiteti uşaqlara yeni təhsil modeli və müasir inkişaf metodları ilə gələcəyi uğurlu olmaq üçün ən yaxşı təhsili sunur. Və biz burada sadəcə bilikdən deyil, həmçinin biz edirik kimi müxtəlif bacarıqlarımızla inkişaf edir. Burada Adana Universitetinin hesabının QR kodu edib, təəssüf ki, QR kod işləmir, amma siz Adana Universiteti ilə bağlı hər hansı bir məlumat əldə etmək üçün Google-da ADA-EDUAZ yazıb axtarış edə bilərsiniz. Elə qarşınıza bütün məlumatlar çıxacaq və ya bir sualınız olsa bizə də verə bilərsiniz, cavablandırmaqdan şad olarıq. Burada gördüyünüz Adana Universitetinin Azərbaycanda yerləşən 4 fərqli korpusudur. Birincisi, hamımızın bildiyi Bakı şəhərində yerləşən korpusudur. Digərləri Qazax mərkəzi, Şəki mərkəzi və Gəncə mərkəzi olmaq üzrə ümumi 4 fərqli korpusumuz var və bu da Adana Universitetində Azərbaycan regionları üzrə daha çox şagirdin təhsil almasına və bu fürsəti əldə etməsinə səbəb olur. Üniversitetinde 6 fakülte var. IT mühendisliği, biznes, sınav ve yönetim mühendislikler, hukuk, kent tasarrufu, uygulamaları, yazılım mühendisliği. Hansı ixtisas olduğunu bilen var mı? Hansı ixtisası qəbul olmaq istədiyini bilən var, xəyalındakı peşəni seçmiş olanlar. Deyin, əgər varsa, bilə bilir. Hansı istəyirsin? Bir də həqiqət salamlayıram, sabahınız xeyir, əziz tələbələr. Bugün Ana Universitetində qəbul və tələbə mübadilə proqramları haqqında qısa məlumat verəcəyim sizə. Qəbul üçün şərtlər SAT imtahanının ən azından 200 bal toplamalısınız. IELTS 6.0 və ya TOEFL 75 sertifikatı olmalıdır. Azərbaycan dili və riyaziyyat fənlərinin 50% müsbət nəticə tələb olunur. Din üçün isə minimum 400 bal və İngilis sertifikatı lazımdır. Nasıl mərkəzi? Burada görürsünüz ki, Adana Universitetində SAT ilə yanaşı IB və A-Level imtahanları ilə cümlədir. Bunlar hamısı fərqli imtahanlardır. Burada ilk növbədə siz Adana Universitetinin ərizə yazmalısınız. Sonra isə DİM-də elektron ərizə forması var, onu qeyd edib yeni Adana Universitetinə göndərilərsiniz. Sonra isə Məhəmmədin də dediyi kimi Azərbaycan dili buraxılış imtahanına minimum 50% tutmalısınız. Adana Universitetini tanıdıqdan sonra bugün bizim burada olmamızın əsas məqsədi olan Microsoft-un hazırladığı Bug Arena oyununu bizə öyrətmək istəyirik. Bu oyun sizin süni intellekt və kodlaşdırma anlayışlarınızı inkişaf elətdirəcək. Sizcə kompüter elmləri nə deməkdir? Kompüter elmləri bizə nəyi öyrədir? Cavab vermədən çəkinməyin. Kompüter elmləri nə öyrədə bilər bizə? Kompüteri öyrədə bilər. Kompüterlə bağlı hər şey. Bəli, kompüterlə bağlı hər şey, texnologiya ilə bağlı hər şey, kompüter elmləri sahəsi bizə öyrədir. Aramızda məşhur bir AI tanıyan var. Bizim bu oyunun məqsədimiz bir bug kodlaşdırırıq və əvvəldən kodlaşdırılmış buglara qarşı öz bug'ımızı yarışdırırıq. Əsas məqsədimiz odur ki, bir sahəni ən tez rəqibimizdən rəngləyə bilək. Bunu rəngləyə bilmək üçün fərqli kodlar göstərəcəm və eləyəcəm. Deyəndən sonra qayıtsın. Divarda gözləməsin.
Şimdi burada yukarıdakine bastırın. Ondan sonra en yukarıdakine tezgahlasın. Sonra aşağıdakine. Görürsünüz, bura dönür 5 tane. Bir sürətlendirmiş diye 5 tane değil ama. Şeytan alalım. Kvadratlar şəklində bütün sahəni doldurmağa çalışıyoruz. Kvadratlar seçə-seçə bütün sahəni doldurur. Sana ait değil. Artırı azaldı bilərsiniz, bir artıq baxmaq üçün. Prinsip necə işlədiyini göstərim sizə, başa düşün. Belə sıra-sıra hər şeyi dönür. Görürsünüz. Buydu. İkisini de. Göreceğiz şu biraz güçlü. Çok sağ olun bizim böyle iştirak ettiğiniz için. Lise size sertifikatlar takdim edeceğiz. Buyurun. Bəli, hər kəsə böyük təşəkkürlərimi bildirirəm ki, iştirak elədiniz. Hər bir kəs aktiv iştirak elədiyi kimi təkrar hər bir kəsə bir dənə sertifikat verəcək. Bəyaz Əlizadə. Ümid Məmmədli. Ömer Şahməhməd. Deva Əli Zeynallı. Hüseyin Bayramlı. Şəfiqə Fərəcli. Xanım Erqaşov. Sevin Tərəşbərli. Murad Əliyev. Nəzrin Əliyev. Kırmızı Mehmet. Nazlı Səlimli. Banu Əyətli. Nuray Nesli. İzzet Beşik. İzzət Bəşir. Çok sağ olun. Çox sağ olun. Bu şəhadətə onun Vətən müharibəsinin nə vaxt başladı? 27 sentyabr 2020-ci ildə. İmrana Polat Həşimoğlu şəhadətə qovuşmasından 74